Tay və sürtünməsiz düzləmdə duran 2M kütləli cismə M kütləli cisim 3V sürəti ilə dəyib yapışır. Buna görə cisimlərin ortaq sürətləri nə qədərdir? Bax, birinci cismin kütləsi M-dir, sürəti 3V-dir. Digəri isə dayanıbdır, sürəti yoxdur və kütləsi 2M-dir. Gəlin hərəkətlərini yazaq. Deməli, yazırıq. Hərəkətdən əvvəlki impuls hərəkətdən sonraki impulsa bərabər olmalıdır da. Yazırıq. M vurulsun 3V üstə gələk. 2M vurulsun 0, yəni sürət yoxdur. P nəyə bərabərdir? MV. Baxın, bu üstüdən yola çıxarıq, həll edirəm. Bərabərdir. Sonra çarpıb yapışırlar. Yapışırlarsa, olacaq ümumi kütlə M üstə gələ 2M, yəni 3M. Və müəyyən V son sürəti ilə hərəkət etməyə başlayırlar. Deməli, bura olacaq 3MV, bu hissə olacaq 0, bərabər olur 3MV sona. 3M'lər ixtisar gedir, onda V nəyə bərabər olur? V sona bərabər olur. Deyək ki, ortaq sürətin böyüklüyü neçə V'dir? 1V'dir. Cavab olur A variantı. Yatay və sürtünməsi düzləmdə şəkildəki cisimlər əsnək olmayan, yəni qeyri-elastiki toqquşma edirlər. Buna görə cisimlərin çarpışma sonrası ortaq sürəti. Baxın, X oxun bu istiqamətdə qəbul etsək özümüz üçün. İndi baxaq. 6 vurulsun 5. Çıxılsın, əks istiqamət olduğuna görə 4 vurulsun 25. Bərabər olur. Qeyri-elastik toqquşmada, baxın, deyir, esnek olmayan, yəni qeyri-elastik. Yapışırlar bir-birlərinə. 6 kiloqram, üstə 4 kiloqram, ümumi kütlə olacaq 10 kiloqram, vurulsun V son. İndi baxaq. 30 çıxılsın 100, bərabərdir 10 V sona. Olur, mənfi 70, bərabər olur 10 V sona. Onda V son nəyə bərabər olur? Mənfi 7-yə. Mənfi 7 olmağı sizin narahat eləməsin, çünki X oxun əksi istiqamətində, deməli, bir-birinə yapışandan sonra, qeyri-elastik toqquşmadan sonra X oxun əksi istiqamətdə bu istiqamətdə hərəkət edəcəklər. Cavab B variantı olur. Sürtünməsiz yatay düzləmdə 7M kütləli oyuncaq maşın 4V sürəti ilə irəliləyərkən 3M kütləli mərmi 6V hızı ilə şəkildəki kimi fırlatılıyor, yəni atılır. Deməli, mərmi arabaya yapışdıqdan sonra ortaq sürət. İndi yenə impulsları yazırıq. Yəni X oxun bu istiqamət qəbul etsək, ikisi də müsbət olacaq. Yazırıq 3M vurulsun 6V, üstə gələk 7M vurulsun 4V. Deməli, arabaya saplanıb arabada qalır. Yəni onda ümumi kütlə nəyə bərabər olacaq? 3M üstə gələk 7M, yəni 10M müəyyən V son sürəti ilə gedirlər. İndi hesablayaq. 18MV üstə gələk 28MV 10MV sona bərabər olur. Deməli, buraya eləyəcək 46MV bərabər olur 10MV sona. M'lər ixtisar gedir. Onda V sonu tapanda neçə eləyir? Daha doğrusu, V son nəyə bərabər olur? 46V'yə. Düzdürmü? Deməli, buradan 10V son 46V'yə bərabərdir. V sonu da tapanda olur 4,6V. Cavab olur C variantı. 8M kütləli araba 5V sürəti ilə sürtünməsi yolda hərəkət edərkən 2M kütləli cisim yavaşca arabanın üzərinə buraxılır. Arabanın bundan sonraki sürəti. Bax, birinci halda araba 8M kütləli arabadır. 5V sürəti ilə gedir. Yazdıq, üstə gələk. Və birinci halda, baxın, bu cisim, belə deyək, 2M kütləli cisim dayanıbdır, hələ sürəti yoxdur. Ona görə 2M vur 0 yazıram, bərabərdir. İkinci halda nə olur? İkinci halda, bax, bu arabanın içərisinə buraxılır, artıq burada yoxdur, bax, buradadır. Onda ümumi kütlə nəyə bərabər olacaq? 10M-ə. 10MV son. İndi ki, baxaq, 40MV bərabərdir. Bura artıq 0 olur da. 10MV son. M-lər ixtisar gedir. Deməli, V son nəyə bərabər olur? 4-ə. 4V'yə bərabər olacaq, daha doğrusu 4V'yə. Sürtünməsiz yatay düzləmdə M1 kütləli cisim 5V hızı ilə gedərkən V hızı ilə hərəkət edən M kütləli cisimə çarpıb yapışır. Buna görə ortaq hızın böyüklüyü nə qədərdir? Yəni, bax, X oxun bu istiqamət götürəm. İkisi də eyni istiqamətdə hərəkət edir. Ki, hərəkətəni yazaq. M1 vurulsun 5V, üstə gələk. M2 vurulsun V. Deməli, çarpıb yapışırlar. Onda ümumi kütlə nəyə bərabər olacaq? M1 üstə gələk M2 və ortaq hızın böyüklüyü 4V'dir. Yəni, V son 4'dür. 4V'dir. İndi hesablayaq. Bura olacaq 5 M1V üstə gələk M2V bərabərdir. Deməli, buranı vurub atsaq 4 M1V üstə gələk 4 M2V'yə. İndi nə edə bilərik? Deməli,
Eyni hədləri bir tərəfə yığaq. Bunu keçirdək bura, bunu keçirdək bura. Olacaq M1V bərabərdir 3M2V'yə. Belə ixtisar aparsam, M1 bölünsün M2. Mənə nəyi verir? 3'ü verir, cavab olur D variantı. Sürtünməsiz yatay düzləmdə duran 970 qram kütləli takoza kütlələri və hızları verilən mərmilər eyni anda çarparaq hesablanılır. Takozun bundan sonraki hızının böyüklüyü. Baxın, x ox istiqamət və buradır. İndi baxaq birinci. 100 vurulsun 10. Üstə gələk. Baxın, takozun kütləsi var 970, amma sürəti yoxdur. Onda impuls olacaq 0. Çıxılsın əks istiqamətdə mərmi gəlir. 200 vurulsun 20. Bərabərdir, çarpıb hesablanırlar. Baxın, 10 qram da bunun içərisindədir, 20 qram da bunun içərisindədir. Onda ümumi nə qədər olacaq? 1000 qram olacaq. Və son. Hesablayaq. Bura elədi 1000. Çıxılsın 4000. Bərabərdir 1000 və sona. Deməli, bura olacaq mənfi 3000. 1000 və sona. 1000'ləri ixtisar aparıq və son nəyə bərabər olur? Mənfi 3'ə. Mənfi 3 o deməkdir ki, deməli, bu takoz, bu mərmilər saplanandan sonra x oxun əks istiqamət hərəkət edəcək. Cavab olur B variantı. Sürtünməsiz yatay düzləmdə kütlələri M1, M2, hızları 6 və 4V olan cisimlər durğun haldakı M3 kütləli cismə eyni anda çarpıb yapışırlar. Yəni, qeyri-elastik toxuşurlar. Məndən, deməli, son durumda cisimlər hərəkətsiz olduğuna görə M1 bölü M2 nisbəti soruşur. Yəni, x oxun gəlin bu istiqamət qəbul edək. Yazaq. M1 vurulsun 6V. Üstə gələk. Bax, bu cisim sürəti 0'dır. Onda impuls vermir mənə. Çıxılsın, bu x oxun əks istiqamətdə hərəkət edir. M2 vurulsun 4V'yə. Bərabərdir. Çarpıb yapışırlar. M3 cisminə çarpıb yapışırlar. Onda belə olacaq. M1, üstə gələk M2, üstə gələk M3. Son durumda hərəkətsizdirlər. Aha. Onda son sürət 0'dır. Gəl hesablayaq. Onda bu ifadə bütövlükdə getdi 0'a. Olacaq 6M1 bərabər olur 4M2V'yə. Belə də ixtisar gedir. Onda M1 bölünsün M2'ni tapsaq. 4 bölünsün 6. İxtisara getsə 3'də 2 qalır. Cavab A variantı olacaq. Düzləmdə hərəkət edən şəkildəki cisimlər O nöqtəsində esnek olmayan, yəni qeyri-elastik toxuşurlar və yapışırlar. Buna görə cisimlərin çarpışmadan sonraki ortaq sürətlərinin qiyməti neçəyə bərabərdir? Baxın, bu birinci cisimimizdir, bu ikinci cisimimizdir. Görürük ki, deməli, bir-birinə perpendikulyar şəkildə hərəkət edirlər. Gəlin impulsları yazaq. Birinci P1 yazaq. M1 V1'ə bərabərdir. Yəni 2 vurulsun 15'dən eləyəcək 30. Digər üçün yazaq. Deməli, 10 vurulsun 3'dən olacaq 30. İndi baxaq. Bizə bilirik ki, ilk haldakı impuls son haldakı impulsa bərabərdir. İndi baxırıq ki, P1 və P2 bir-birinə perpendikulyardır. Onda bu şəkildə yazırıq. 30'un kvadratı, üstə gələk 30'un kvadratı bərabərdir. Aha, toxuşduqdan sonra nə olacaq? Baxın, toxuşduqdan sonra O nöqtəsində toxuşurlar da. Məsələn, bu olsun 2 kiloqram, bu olsun 3 kiloqramlıq cisim. Müəyyən V sürəti ilə hərəkət edirlər. Onda toxuşduqdan sonra bir-birinə yapışırlar. Onda kütlə nə olacaq? 2 üstə gələk 3, yəni 5 olacaq. Kütlə olacaq 5. Bir dənə də V son yazaq, son sürəti tapacağıq. İndi baxaq. Başlanğıc halda impuls budur, son halda impuls budur. İndi baxaq. Neçə eləyir? Kök altında 900, üstə gələk 900, kök altında 1800. Kök altında 1800'ü də bu şəkildə yaza bilərik də 900 vur 2 kimi. Düzdürmü? Buradan da çıxacaq neçə? 30 kökdə 2. Yəni bunu silək. Bir dəfəlik 30 kökdə 2 yazaq. Olacaq 30 kökdə 2 bərabərdir 5V sona. Buradan V sonu tapanda neçə eləyir? 6 kökdə 2 edir. Cavab olacaq D variantı. Sürətləri M və 4M, sürətləri 2 və V olan cisimlər sürtünməsi üfüqi səthdə şəkildəki vəziyyətlərdən eyni anda keçdikdən sonra O nöqtəsində qeyri-elastik toxuşur və yapışırlar. Buna görə çarpışmadan, yəni toxuşmadan sonraki hərəkət istiqaməti hansıdır? Gələcək buna birinci cisim, buna yazaq ikinci cisim. Yəni birinci cismin impulsunu yazaq, yəni MV-dən olacaq 4MV. Bu isə olacaq P2 bərabərdir 2MV-yə. İndi gəl baxaq. Birinci cisim, görürsünüz, aşırı bax, O nöqtəsində çarpışıb yapışırlar da. Birinci cismin impulsu 2MV-dir, ikinci cismin daha doğrusu birincisindəki 4MV-dir. Onda gəl belə eləyək. 4MV-ni
Burada damalar var da. Gəlin belə qəbul edək ki, 2 MV olsun 2 dama. MV olsun 1 dama. Baxın, MV aşağıya doğru yönəlib. Baxın, 1 dama çəkdim. Aha, bu isə 2 damadır və sağa doğrudur. 2 dama da çəkdim. İndi gəl bunları tapaq görək. Baxın, görürsünüz, əvəzləyici vektor bu istiqamətdə 2 istiqamətində olacaq. Cavab da olur 2 var. B variantı. Üfüqi səthdə şəkildəki vəziyyətlərdən eyni anda keçən cisimlər O nöqtəsində çarpıb yapışırlar. Kütlələri 2M, sürətləri 2V və kök altında V olduğuna görə ortaq kütlənin hərəkət yönünü müəyyənləşdirin. Bax, bu birinci cisim olsun, bu ikinci cisim olsun. Gəlin P1 yazaq. P1 nəyə bərabər olur? 4MV-yə. Digər üçün nə etməli? Proyeksiya ayıraq. Bu olsun PY, bu olsun PX. İndi bax, belə bir iş görək. Deməli, 4MV-dirsə, düzdürmü? 4MV-dirsə. Onda gəl belə eləyək. Bax, buradan O nöqtəsində çarpıb yapışırlar da bir-birinə. Bax, bunun istiqamətini gəl göstərək 4 dama. Burada 3 dama, bir dənə də dama burada göstərdik. İkinci cisim ki, proyeksiya ayırmışıq da. Aşağıya doğru bir MV-si var. Bax, bu da MV-dir, bu da MV-dir. Aşağıya doğru bir MV-si var. Bir də sola doğru bir MV-si var. Burada 4MV, bura 3MV, aşağı isə MV. Sanki əvəzləyici vektor tapırmış kimi deməli. Daha doğrusu bura MV-dir. Bura MV-dir. Bura 4MV-dir. Neyi etməliyik? Əks istiqamətdə olduğuna görə çıxırıq. Ona görə 4MV-dən MV-ni çıxırıq. Bax, bu gedir. Burada nə qalır? Bir dənə 3MV qalır. Deməli, bura olur 3MV. Bir dənə aşağıya doğru MV-miz var. İndi gəlin görək hansı istiqamət ola bilər. Baxın, 4 istiqamətində. Deməli, ortaq kütlənin, yəni toxuşub yapışandan sonra ortaq kütlə 4 istiqamətində hərəkət edir. Sürtünməsiz yatay, yəni üfüqi səthdə kütlələri M1 və M2 olan cisimlər 2V və V sürətləri ilə hərəkət edərək O nöqtəsində qeyri-elastik toxuşma edib yapışırlar. Buna görə çarpışma sonrası cisimlər ox istiqamətdə hərəkət etdiyinə görə M1, M2 nisbəti məndən soruşur. Gəlin, ən yaxşısı proyeksiya ayırmaq oldu. Bu hissəni başa salın. Bu hissədə proyeksiya ayırdıq. Deməli, bura bucağa bitişik olan olacaq PX, digəri olacaq PY. Bunu yazaq birinci, digərini yazaq ikinci. Yazırıq. İmpulsun, yəni öncəki impulsun X proyeksiyası sonraki impulsun X proyeksiyasına bərabərdir. Yəni, M1 vurulsun 2V bərabər olur PX-ə. Yəni, P kosinus 37 dərəcə, o da 0,8 edir. İndi baxaq. M2 kütləli cisim görürsünüz. PY istiqamətindədir. Yəni, öncə M2 kütləli cisim, məsələn, M2 vurulsun 5V, yəni bərabər olur PY-ə. PY-də P sinus 37 dərəcədə, o da 0,6 P eləyir. İndi tərəf-tərəfə bölək. Olacaq 2M1V bölünsün 5M2V-yə bərabər olur 0,8P bölünsün 0,6P-yə. P-lər ixtisar gedir. Burada V-lər ixtisar gedir. Deməli, 2-yə ixtisar aparsaq, bura 4 qalır, bura 3 qalır. Onda belə eləyək. Çarpazda bulsaq, olacaq 6M1 bərabər olur 20M2-yə. Onda M1 bölünsün M2 mənə nəyi verir? 3-dən 10-u verir. Cavab olur C variantı. Üfüqi səthdə hərəkət edən kütlələri M1 və M2 olan cisimlər şəkildəki sürətlərlə hərəkət edərək O nöqtəsində qeyri-elastik çarpışma edib yapışırlar. Deməli, toxuşmadan sonra OP istiqamətində hərəkət etdiyinə görə məndən M1 bölünsün M2 nisbətin soruşur. Baxın, proyeksiya ayırma üsulu ən rahat üsullardan biridir. Gəlin proyeksiya ayıraq. Birinci cismi, ikinci cismi. Birinci cisim onsuz da aşağı istiqamətdədir. Sonra baxaq, OP istiqamətdə hərəkət edilir. Bu da proyeksiya ayıraq. Demək, bir dama olduğuna görə onda PX-i 1 qəbul edək. PY-i də 1 qəbul edək. Gəlin özümüzdən də X, Y oxu qəbul edək. Baxın, X oxunu gəlib bu istiqamətdə qəbul edək. Y oxunu da belə. İndi yazaq. X oxu, yəni öncəki impuls, yəni X oxunun üzrə öncəki impuls, sonraki impulsa bərabər olmalıdır. İndi baxaq. Deməli, X oxu istiqamətində ancaq nə var? Bunu yazmadıq. Bura P2X, burada P2
2y yazmalıyam. Onda bura nə olacaq? M2V, digəri də olacaq M2V-yə. Baxın, x ox istiqamətdə P2 x var. Bir də son halda nəyə bərabərdir? Px-ə bərabərdir. Onda belə yazacağım onu. M2V nəyə bərabərdir? 1-ə. Bax, bunu tapdıq. İndi y ox üzrə proyeksiyaya baxaq. İndi baxaq, y ox istiqamətdə. İkinci y oxun əksi istiqamətdə hərəkət edir. Birinci baxın, y ox istiqamətdə hərəkət edir. Onda yazıram. M1V çıxılsın, çünki ikinci y əksi istiqamətdə hərəkət edir. M2V-yə nəyə bərabərdir? 1-ə. M2V-ni 1 qəbul etmişdik. Onda M1V nəyə bərabər olur? 2-yə bərabər olur. Məndən nəyə soruşur? M1 böl M2-ni nisbətin. Onda yazıram. M1V bölünsün M2V. V-lər ixtisar gedəndə nə qalır? 2 bölünsün 1-dən 2. Cavab da olur Y variantı. 4M və 2M olan cisimlər sürtünməsiz üfüq düzü səthdə şəkildəki kimi V və 3V sürətləri ilə hərəkət etməkdədir. Buna görə kütlə mərkəzinin hızının böyüklüyü. Yəni bu deməkdir ki, kütlə mərkəzi, yəni bu cisimlər toqquşub birləşirlər və bir cisim kimi hərəkət edirlər. Hansı birləşəndən sonra hansı sürətlə hərəkət edəcəklər? Gəlin bax belə x oxun bu istiqamətdə qəbul edək. Öncəki impuls sonrakı impulsa bərabər olmalıdır. Baxaq. Bu birinci cisim, bu ikinci cisim. Birinci cismin impulsunun yanını yazaq. 4mv üstə gələk. İkisi də x ox istiqamətdə olduğuna görə olacaq 6mv bərabərdir. Toqquşub birləşəndən sonra kütlə ümumi kütlə olacaq 6m. Müəyyən bir v son sürətinə hərəkət edəcəklər. Olacaq 10mv bərabərdir 6mv sona. M-lər ixtisar getdi. V son tapanda nə edirik? 10v-ni 6-ya bölürük. Deməli, 2-yə də ixtisar aparsaq, deməli qalır üstə 5v, cavab olur D variantı. Önəmsənmədiyi ortamda deməli 20 qram kütləli mərmi 500 metr bölü saniyə sürətlə 980 qram kütləli takoza çarpıb saplanır. Buna görə takoz neçə metr yüksəkliyə qalxacaqdır. Baxın, birinci halda mərmi 500 metr bölü saniyə sürətlə gəlir. Takoz da neyinib? Yerində dayanıb, sürəti yoxdur. Sonra gəlir, neyinib? Takozun içərisində ilişib qalır bu mərmi. Gəlin impulsu saxlama qanunu yazaq. 20, yəni takozun içərisinə mərmi girəndən sonra takoz hansı sürətə malik olacaq? Gəlin bunu tapaq. 20 vurulsun 500. Üstə gələk. Takoz 980 qram, amma sürəti yoxdur. Ona görə impuls verəcək 0. Sonra saplanıb içində qaldığına görə 980 üstünə 20 gəlirik. Olur 1000 V son. Deməli, buradan alırıq. 10.000 bərabər olur 1000 V sona. Buradan V sonu tapıram. Eləyir 10. Deməli, takoz hansı sürətə malik olur? Müəyyən 10 metr bölü saniyə sürətə malik olur və neyinir? Müəyyən hündürlüyə bax, belə qalxır. Bax, bu məsafəyə də deyək 1h məsafəsi. İndi enerji saxlama qanunu istifadə edilir. Takoz birinci yerində də müəyyən sürətə malik olur. Yəni, kinetik enerji nəyə çevrilir? Artıq müəyyən hündürlüyə qədər qalxdığına görə potensial enerjiyə çevrilir. M-lər ixtisar gedir. Deməli, V-in kvadratı olacaq 100 bölünsün 2-dən 50. Bərabər olur 10h-a. Buradan h-ı tapırıq nə qədər eləyir? 5 metr eləyir. Deməli, 5 metr takoz yüksəyə qalxacaq. Önəmsənmədiyi ortamda M kütləli mərmi V sürəti ilə 99 M kütləli takoza çarpıb saplanır. Yəni, qeyri-elastik toqquşub qalır takozun içində. Takoz bundan sonra 0,8 metr yüksəldiyinə görə mərminin hızının böyüklüyü nə qədərdir? Baxın, gəlin birinci halda impulsumuzu yazaq. Bax, birinci halda mərminin impulsu MV-dir. Üstə gələk. Takozun isə sürəti yoxdur. Kütləsi varsa sürəti yoxdur. Onda bizə impuls vermir. Yəni 0-a bərabər olur. Və mərmi gəlir neyini? Bu takozun içərisində qalır. Takozun içərisində qalırsa, onda ümumi kütlə nəyə bərabər olacaq? 100 m-ə və müəyyən son sürətin hərəkət edəcəklər. M-ləri hər iki tərəfdən aparsaq, onda V son nəyə bərabər olur? V son 1000 yox, burada əslində 100 olmalıydı. Onda V son nəyə bərabər olacaq? V bölünsün 100-ə. Son sürətimizi tapdıq. İndi baxın. Bu mərmi gəlib takozun içərisində qalır, düzdürmü? Bu takoz neyinir? Müəyyən hündürlüyə qalxır da. Müəyyən bir h qədər hündürlüyə qalxır. Və takozun özünün müəyyən sürəti olur. Başlanğıc halda kinetik enerji müəyyən yüksəkliyə qalxdığına görə potensial enerjiyə bərabər olacaq. Yazırıq MV son kvadratı bölünsün 2 nəyə bərabər olacaq? MJH-a.
Ya verilənləri qoyaq yerinə. M-lər ixtisar gedəcək. Deməli, V son nəyə bərabərdir? Yuxarıda tapmışdıq. V bölünsün 100-ə. Onda kvadrata yüksəsi olacaq V kvadratı bölünsün 10.000. Aşağıda da 1-2'miz var. Bərabərdir 10 vurulsun 0,8-ə. Deməli, onda V kvadrat nəyə bərabər olur? Deməli, bura eləyəcək 8. Aşağıya da vuranda deməli 1600. 1600 yox, 16.000. Buradan da V-ni tapanda nə qədər eləyir? 400 edir. Cavabı tapdıq, C variantı.